Xəzər dənizinin suyunun geri çəkilməsi və enməsi maraqlı mənzərə yaradıb. Hal-hazırda da mənzərəni görürsünüz. Amma əsas məsələ ondan ibarətdir ki, əgər dəniz suyunun səviyyəsi enərsə və su geri çəkilərsə, hansı ekoloji problemlərə yol açılar? İri qayalıqları xatırladan bu çıxıntılar əslində ağac kökləri və gövdələrinin qalıqlarıdır. Lənkəranın Kənar Meşə kəndinin Xəzər dənizi sahilləri ehtimal olunur ki, qədim dövrlərdə sıx meşəliklə əhatələnib. Dəniz geri çəkildikdən sonra isə açılan bu mənzərədə həmin meşənin qalıqları hesab edilir. 3 aydır burada müşahidə edirəm. Xəzər dənizi sürətli şəkildə çəkilir dala. Demək olar ki, ərazidə qeyri-adi bir şeylər ortaya çıxır. Yəni, suyun altında qalmış ağaclardır, dəmir parçalarıdır. Biz uşaq olanda, dəniz kənarına gələndə su ələ yavaş-yavaş qabağa gəlirdi. Demək olar, su 30 il ərzində qabağa gəldi, indi isə dala çəkilir. Kənar meşənin adı elə meşəli olub kənarı, bu kənardır, meşənin dəniz. Ona görə Kənar Meşə kəndimizin adı qoyulub indi, ata-babalarım qoyub indi. Ağac gövdələrinin bəzilərinin diametri 3-4 metrə çatır. Dəniz suyunun geri çəkilməsi nəticəsində qarşılaşdığımız mənzərə bunu göstərir ki, həqiqətən də bu ərazidə meşə olub və burada palıd ağacı, qızıl ağac növünə aid ağac növləri mövcuddur. Onların kökü, gövdəsi, diametri bunu sübut edir. Xəzər dəniz suyunun geri çəkilməsinin əsas səbəblərindən biri çaylarda gələn suların miqdarının azalması, ikinci havanın istiləşməsi, yəni anormal istilərin keçirilməsi, Xəzər dənizinin suyunun azalmasına təsir edən əsas amillərdən sayılır. Nəhəng ağac kökləri yerin dərinliyinə getdiyi üçün ləpələr onları tərpədə bilməyib. Nəticədə isə tam eroziya baş verməyib. Nuranə Tələt qızı, Şahin İlhamoğlu, Vüsalə Məmmədzadə,